Hər vaxtınız xeyirli olsun. Bəli, bir neçə dəqiqədən sonra Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi Bakı məhkəmə kompleksində hərbi məhkəmənin hakimlərindən ibarət heyətdə öz işini davam etdirəcək. Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi, o cümlədən terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, muzluluq, konstitusiya quruluşunu zorla dəyişmə və digər maddələrlə təqsirli bilinir. Məhkəmə prosesi açıq keçirilir. Ruben Vardanyan özünün seçdiyi vəkillə təmin olunub və eyni zamanda məhkəmə prosesində iki dildə tərcüməçi, erməni və rus dilində tərcüməçilər ayrılıb. Məhkəmə prosesində hal-hazırda məhkəmə istintaqı aparılır, subutlar, faktlar araşdırılır. Mən bir neçə mühüm məqamı tamaşaçıların da diqqətinə çatdırmaq istəyirəm. Cinayət işi üzrə keçən çoxsaylı sənədlər var. Həmin sənədlərin bir hissəsi, böyük bir qismi o zamanlar Ruben Vardanyan saxlanılarkən onun ofisindən götürülmüş sənədlərdir. Həmin sənədlərdə də birbaşa Ermənistanın apardığı hərbi təcavüzkar müharibə və eyni zamanda işğalçılıq siyasəti, Ruben Vardanyanın Azərbaycanda törətdiyi çoxsaylı cinayət faktları həmin sənədlərlə, subutlarla öz təsdiqini tapır. Ruben Vardanyan məhkəmə prosesində bir neçə dəfə vəsadət qaldıraraq məhkəmənin işinin, cinayət işinin materialları ilə tanış olmaq üçün vaxt istəyib. Həm məhkəmə zamanı, həm istintaq zamanı Ruben Vardanyana bu şərait yaradılıb və o cinayət işindən keçən materialların yaxından tanış olub. Ruben Vardanyan məhkəmə prosesində sərbəst ifadə vermədi və eyni zamanda ona yönlənən, ona ünvanlanan çoxsaylı sualları da cavablandırmaqdan imtina etdi. Ruben Vardanyan 2022-ci ilin sentyabrında Azərbaycanın sərhədlərini qanunsuz şəkildə Ermənistan ərazisindən keçməklə Qarabağa o zamanlar gəlib və burada o zamanlar Rusiya sülh məramlarının müvəqqəti məskunlaşdığı yerlərdə məskunlaşıb və bundan sonra Azərbaycana qarşı çoxsaylı cinayət əməllərinin törədilməsində, birbaşa onların maliyyələşdirilməsində və özünün də iştirakçısı olduğu əməllərdə iştirak edib. Məhkəmə prosesində zərər çəkənlər də iştirak edir. Qeyd edək ki, həm də bu iş üzrə çoxsaylı şahidlər var. Onlar məhkəmə prosesində ifadələrini verirlər. Böyük bir qismi də o zamanlar İkinci Qarabağ müharibəsindən sonra hərbiçilərimiz də həminki minalara düşmüş hərbiçilərdir, mülki vətəndaşlardır ki, bu məhkəmə prosesində ifadə verirlər. Çünki məhkəmə prosesində də, cinayət işində də qeyd olunur ki, 2020-ci ildən sonra Azərbaycanın ərazilərində kütləvi şəkildə minalanma prosesi həyata keçirilib. Həmin minaların da böyük bir hissəsi Laçın yolu ilə Ermənistandan gətirilib və Azərbaycanın o zamanlar 44 günlük vətən müharibəsində azad etdiyi ərazilərlə sərhəddə, suveren ərazilərimizdə bastırılıb. Biz mütəmadi olaraq məhkəmə prosesi ilə bağlı tamaşaçılara məlumatlar veririk. Bugün də bizim növbəti buraxılışda həm bağlantımız olacaq, həm də eyni zamanda xüsusi reportajımız olacaq. Hələlik isə söz sizdə, mərkəzdədir.